Hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz uşaqlarda antibiotik qəbulundan danışacağıq. Hansı hallarda necə etmək lazımdır? Antibiotik qəbulu düzgündür, yoxsa yanlışdır? Çox təəssüflər olsun ki, bizim rast gəldiyimiz vakalarda, şikayətlərdə, valideynlərin müraciətlərində antibiotik qəbulu həddən artıq çoxdur. Bu bizi çox narahat edən bir məsələdir. Hər qızdırması olan uşağa antibiotik vermək düzgün qərardırmı? Bu hatta araşdırılmalıdır. Təbii ki, əgər antibiotik qəbulu veririksə, çox düşünməyimiz lazımdır. Tutaq ki, bir uşaq bədən hərarəti yüksəlibdir. Ancaq bu ilk 1 gün, 2 gün davam edirsə, 3 gün davam edirsə, bunu bir araşdırmaq lazımdır. Törədici viral infeksiyalardır, yoxsa bakterial infeksiyalardır. Biz antibiotik terapi verməliyik, yoxsa antibiotik qəbul etdirməməliyik. İkinci məsələ, periodik qızdırmadan əziyyət çəkən uşaqlar var. Valideynlər gətirirlər uşaqlarını, müraciət edirlər. Uşağın 1 ildir, 2 ildir, 5 aydır davamlı şəkildə bədən hərarətinin yüksəlməsi və hər ay qızdırmanın olması müşahidə oluna bilir. Və biz reseptlərə baxırıq ki, bu uşaqlar hər dəfə antibiotik terapiyə oral forma, inyeksiyon formada qəbul ediblər. Bunlar yanlış qərarlardır. Niyə? Ona görə ki, altda yatan bir səbəb bilinmir. Çünki periodik qızdırma yaradan xəstəliklərin altda dayana bilir. Aralıq dənzi qızdırması, FMS xəstəliyi, digər revmatik xəstəliklər də ola bilər. Və yaxud da tez-tez xəstələnən uşaqlar qrupu var ki, bunlarda da tez-tez xəstələnmə fonunda bədən temperaturasının yüksəlməsi müşahidə edə bilirik. Ancaq antibiotik qəbulu yanlış qərardır, düzgün qərar deyil. Bəli, antibiotik bizə çox lazımdır, çox vacibdir, həyat qurtaran bir preparatdır. Ancaq düzgün qəbulu, düzgün təyinatı bizim üçün çox önəmlidir. O baxımdan da uşaqlarınızda belə hallar müşahidə olunursa, düzgün antibiotik terapiya vermək çox vacibdir. Həkim diaqnozu qoymalıdır, həkim müayinələri aparılmalıdır və qərarı həkim verməlidir. Yəni, hər qızdırması olan uşağa antibiotik verəcəyimiz deyilən bir anlayış yoxdur.